Deməli, mən İbn Sina'dan dinləmişdim. Kitablarını ələ gətirə bilmədim, amma internetdə variantlar oradan oxumuşdum ki, deyir, xəstənin yaşından daha çox xəstəliyin yaşı önəmlidir. Ola bilər, məsələn, xəstəyə soruşsun ki, neçə yaşın var, onu müalicə, amma əslində soruşulmalıdır ki, neçə ildir xəstəsən. Təsəvvür edirsinizmi? 25 il ağrımışam, üstünə gəl 17 il. Düzdür, arada fasilələr olurdu, o da pul fasiləsi idi. Pulum qutarırdı, tükənirdi. 2 dənə iynə saxlayırdım, balasının birini verib başqa şey alırdım. O biri balanı da satırdım, iynə dərman üçün hazırlayırdım. Onun hesabına güya özümü müalicə edirdim də. Və sən demə, mən özümü iynə dərmanla, mən yox, mən bilə-bilə yoxdur. İndi aydın məsələdə yükləyirdilər mənə. Təsəvvür edin, xəstəlik üstə gəl 17 iynə dərman. Bircə də mən Ərdəbildə aldığım müalicədən Ərdəbildə aldığım müalicədə deməli mən 6 cür dərman qəbul edirdim. Tablet. 6 dənə səhər atırdım, 6 dənə axşam. 6 səhər, 1 il 4 ay belə davam edirdi. Amma ağrımırdım. Sən demə, orada ağrı kəsicilər yazılıbmış. Müalicə bitəndən sonra yenə ağrılar başlayır. Yenə həvəsləmişdim. Dedim ki, elə bir sağalırım. Amma gözəl insanlarımız necə qidalansın? Çünki onu bizə mütləq burada yorumlarda yazacaqlar. Necə qidalanır, nə eləsinlər? Baxın, mən özüm üçün necə düşündüm, necə bayaq da dedim. Biz təbiətin bir parçasıyıq. Bizi aldatmasın ki, biz insanıq. Ətrafımızda biologiya müəllimi olsa sual verir ki, insan nəyə deyilir? Görərsiniz ki, insanın tərifində bir heyvan sözü də var. Biz bir heyvan eşitmişik, elə bilirik ki, pis başa düşürük. Yəni, biz də təbiətin bir parçasıyıq və ümumilikdə. Ağacı var, bitkisi var, göbələyi var, balığı var, quşu var, inəyi var, insanı var. Və mən nəticəyə gəldim ki, biz də təbiətin bir parçasıyıq. Digər canlılar necə qidalanır, biz də qidalanır. Və oturdum, mən nə elədim, onu məsləhət verdim. Və düşündüm ki, bu 21-ci əsr deyil, belə tutaq ki, 10-cu əsrdir və yaxud da ibtidai icma quruluşudur. Belə düşündüm və həkim də yoxdur. Mən nə yeməli idim, onu başladım yeməyə. Yeməli bitkilərdən başladım yeməyə. İndi ola bilər şəhər adamı düşünsün, mən yeməli bitkini hardan gətirim? Baxın da görün nəyi gətirə bilirsiniz ələ. Məsələn, gedib marojnaya pul verməkdənsə, nə bilim, vərməşilə pul verməkdənsə, filan şeyə pul verməkdənsə, onu bala verin, qoza verin, nə bilim, mandalinə verin, limona verin, xurmaya verin, kişmişə verin. Təbiətin sizə verdiyinə pulu verin. Təbiətin sizə verdiyi pula verilmiş qidalarına verin. Və danışdıqca yadıma, o oxuduqlarım yadıma düşür. Ərşad Əzimzadənin bir, deyəsən, rədd olsun eynəklərdə bir yer mənə rast gəlmişdi ki, deyir, təbiətdə canlıların içində yalnız əl insana verilib. Yığıb yemək üçün. Biz onu yığmırıq, bir hazır şokolad istəyirik yeyək, biz hazır, nə bilim, nə istəyirik, onu istəyirik. Amma, bəli, məsləhətim odur ki, təbii qidalanmaq lazımdır. Məsələn, mən hər gün sarımsaq istifadə edirəm, hər gün limon istifadə edirəm, su içirəm həmişə. Hərəkət. Hərəkət mütləq. Hərəkət. Bunu elm də sübut edir. Xırda bir şeylərlə biz göstərə bilərik də. Yəni, uşaq özünə hərəkət eləməsə, imtahana hazırlaşmasa, ali məktəbə girməz. İnsan hərəkət eləməsə, xəstələnəcək. Baxın, yenə də o kitablardan deyirəm, özümdən demirəm. Bir də gözəl insan, bəs bu qidaların arasında vaxt önəmlidir mi? Hə, qidaların arasındakı vaxt haqqında Roman qardaş daha çox deyib. Məsələn, mən nəyə riayət edirəm? Suyun həzm olma müddəti var, 15-20 dəqiqə. Niyə əvvəl yeməkdən əvvəl su içmək lazımdır? 15-20 dəqiqədən sonra o çöküntünü təmizləyib aparır. Sonra meyvə haqqında, məsələn, meyvəni bir-birinə qarışdırmayın. Meyvə yeməkdən ya yarım saat əvvəl yeyilir, ya da yarım saat sonra. Düzdür, indi bunların biz hamısını desək, ən qısası, ən gözəli odur ki, o məsləhətdir. Digər kitabların adlarını da Roman qardaş deyəcək. Əsasən bizi yaşadan da qidadır, elə ki, o həmən o sonra sağlamlıq sistemi
işinin sağlanmış sistemidir, mövzəsi. Uzlaşan və uzlaşmayan yeməklər haqqında var. Bizi yaşadan da qidadır, öldürən də həmin kitabdadır, səhv eləmirəmsə. Əşhədü ən Müsəlləmin həmin kitabında orada göstərilir. Yenə bayaq bir yerdə demişdim, dedim ki, bəzi adamlar dərdini danışır, deyirəm ki, filan şey elə bilmirəm, deyirəm ki, sən hələ xəstə deyilsən. Ola bilər bizim danışdıqlarımız, bizim bu təbliğatımız əgər sizə çatmırsa, sizə gülməli günün gəlirsə, deməli Allah sizə can sağlığı verib. Fikir edin ki, sağlam adamsınız. Bilirsiniz bir necə şeydir. Roma qardaş da paylaşmışdı, demişdi ki, deyir, arada mənə yazırlar, deyirlər ki, bu nə yaşayışdır, belə yaşamaq olur. Belə yaşamaq olmaz. Amma siz təsəvvür edirsinizmi? Baxın da bizdə. Baxın. Bizim olmamağımız, artıq həyatda olmamağımız yaxşı idi, yoxsa bugün belə... Bugün biz sağlam həyat tərzinin hesabına biz burada məlumat veririk. Bu yaşayış ki var, biz bu yaşı keçirdik. Bu can verməkdən yaxşıdır da. Biz kəfənimizi yırtdıq da. Yırtdıq. Ölümdən canımızı qutara bilmişik. Daha doğrusu bu qardaş ölümdən canını qutarıb. Mən ağrıdan canını qutarmışam. Mən bilmirdim məni öldürən nədir. Bir ola, məsələn, bu qardaş deyir ki, məni xərçəng öldürürdü. Amma məni nə öldürür, heç onu da bilmirdim də. Yəni, Tolstoyundur deyəsən, deyir ki, bütün xoşbəxtliklər eynidir, bədbəxtliklər növbə-növdür. Xəstəliklərin növbə-növ. Birini də məni tapmışdı, adını bilmirdim. Həkimlər bilmirdilər ki, bu adama nə olur. Adı bilinmir. Adı bilinmirdi. Amma nə isə məni öldürürdü, nə isə məni yaşamağa qoymurdu. İndi yatıram, dərin yuxuya gedirəm. Bu məsləhətdir. Gözəl insan, yatmağa diqqət eləsənlərmi vaxtına? Bəli. Bax, kişilər də dinləyir, qadınlar da dinləyir. Kişilər bilirlər. Hərbidə yuxuya getmək vaxtı var. Saat 10-da yatıb səhər tezdən durmaq. Bu qayda yəqin tirdən gəlib də. Bu İbn Sina'dan yəqin gəlibmiş. Çalışın. Əgər bu baxır, yəni yenə deyirəm, ola bilsin mən belə danışdıqca kimsə desin ki, bu müəllim nə danışır? Mən gecə növbəsində olurum. Əgər imkan verirsə, işiniz buna imkan verirsə, bu sizdən asılıdırsa, sizin əlinizdədirsə, saat 10-da yatın, saat 6-da özünüz oynayacaqsınız. O faza var, yuxu fazası var. Sual verəndə də bizə elə bilərik, əsas yuxu fazası, o yeri insan yatmalıdır. İndi ola bilsin, səhərə qədər yük daşıyan bir adam ailəsini dolandırmaq üçün maşın, taksi sürücüsü desin ki, bu müəllim nə danışır, mən səhərə qədər adam daşıyıram. Biz onları da başa düşürük, onlar fikirləşsin ki, biz bunu onlar üçün demirik. Amma bir vaxt gələr, gecələr yatmadıqları üçün Allah uzaq eləsin, problem ortaya çıxanda onlar xatırlayırlar, 2 dənə kəfənini yırtmış adam bu arada danışır deyə, gərək mən işimi dəyişəydim. Əgər bacarırsınızsa, gündüz sürün. O gecə yuxusuzluq, təbiət, baxın, bütün ev, alan, həyat, bütün canlılar gecə yatır, sönür. Hər şey yatır. Nə qədər yatmaq istəməsən, o ki, səhərə yaxın bir vaxt var. Gələcəksin. Deməli, yer kürəsi də ola bilər o vaxt yatır da. Düz deyib, fırlanır. Onun da bir dincələn bir vaxtı var. İnsanın yatan bir vaxtı var. Baxın, şəraitə uyğun. Mən müəllim işləyirəm, düzdür. Mən də öz işimə uyğun səhər yeməyini yeyirəm. Əslində, səhər yeməyi yeyilməməlidir. Amma yaxşı, mən də gedirəm, iş görürəm. Baxın, mən gedirəm, şagirdlərlə danışıram, zihni iş görürəm. Mən məcburam. Bilirəm nə yemək lazımdır da, elə bir şey yeyirəm ki, yəni işimi də görə bilim. Ondan sonra qayıdıram, yenə suyumu içirəm, başımı qatıram. Yəni çalışıram ki, saat 18-dən sonra çalışıram ki, nəsə qida qəbul etməyim. Edəndə də nə mayədən, zaddan, nəsə mən bir şey deyim sizə, mən adətən məsələn saat axşam 8-ə 9-a qədər mayəni də tamamlayıram da, daha ki 9-a keçmirəm mayəni. Çox gözəl də yatırdım. İnanın ki, bir gün elə bir tələm-tələsik hardansa gəldim. Saat 17, 2 stəkan elə bir itburnu qaragilə içdim, dalğadalar. Amma bildim səhv elədim. İtburnu qaragilə demişkən dəmləmişəm. Videodan sonra sizə söyləyəcəm. İçdim demək, düz gecə saat 3-də məni oyatıb bayra apardı. Mən bilirəm səhv elədim. Məni oyatmalı deyildi o. Mən 9-a qədər uzaq tamamlamalıydım. Bunun ki, mən rahat yatım ona. İnsanlar var ki, elə yiyir, içir gedir birbaşa uzanır. Olmaz, bu yiyib gedir için uzanmaq fəlakətdir. Bir dənə səhv elədim mən. O səhvi də özümə dedim ki, qardaş, onu düzəltməlisən. Bu belə olmaz. Bir dənə səhv edib, saat 10-da içdim, getdim, yatdım, saat 3-də məcburdum. Mən normal yata bilmədim. Sistem yenilənməyə getmədi. Bəli. Getmədi. Elədir bu.
yenilənmə olmadı. Orqanizm